Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin əməkdaşı Orxan Məmmədov həbs edilib. Qafqazinfonun əldə etdiyi məlumata görə 1991-ci il təvəllüdlü Orxan Məmmədova aprelin 1-də rayon məhkəməsinin qərarı ilə 6 sutkalıq həbs verilib. Şöbədə mütəxəssis vəzifəsində çalışan Orxan Məmmədov İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi ilə təqsirli bilinib. İnzibati xəta haqqında protokol araşdırılarkən məlum olub ki, Dövlət Qurumunun Goranboy şöbəsinin rəisi Elxan Feyziyev Orxan Məmmədovun vəzifəsinin dəyişdirilməsi və otağının boşaldılmasına göstəriş verib. Bundan narazı qalan işçi şöbə rəisinin otağına gedərək məsələni aydınlaşdırmaq istəyib və vəzifəsinin dəyişdirilməsinə dair yazılı əmrin təqdim edilməsini tələb edib. Bu zaman şöbə rəisi ilə əməkdaş arasında davadalaş düşüb. Davanı idarənin digər əməkdaşları rəisin otağına daxil olaraq sakitləşdiriblər. Bundan sonra Orxan Məmmədovun barəsində polisə şikayət edilib və onun cəzalandırılması tələb olunub. Hadisə ilə əlaqədar səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin də mövqeyi öyrənilib. Qurumun İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Qafqazinfonun sorğusuna cavab olaraq faktı təsdiq edib. Baş vermiş hadisə ilə bağlı hazırda daxili araşdırma aparılır və araşdırmanın nəticəsində yekun qərar veriləcək deyə Pərviz Sədrəddinov bildirib.